dərsimiz, yeni mövzumuz trapesiyadır. Artıq bu günə kimi biz parallelogram sinifinə aid olan fiqurları, onların xassələrini və düsturlarını öyrəndik. Trapesiya isə parallelogram sinifinə daxil olan parallelogram, rom, düzbucaqlı kvadratdan fərqli bir fiqurdur. Trapesiyanın tərifi belədir. Diqqətli olun. Tərif. İki tərəfi paralel, digər iki tərəfi paralel olmayan dörd bucaqlıya trapesiya deyilir. Əgər xatırlayırsa, parallelogram sinifinə daxil olan bütün fiqurların qarşı tərəfləri nə idi? Cüt-cüt paralel idi. Aydındır. Amma trapesiyada elə deyil. Yəni, mən birinci trapesiya çəkim, tutaq ki, bu trapesiya. Diqqətlə fikir verin. A, B, C, D. Burada BC paraleldir AD'yə, amma AB paralel deyil. AB paralel deyil nəyə? CD'yə. Dilənə qoşula bilərsə istədiyi zaman uşaqlara. Deməli, əgər bu şərt ödənilsə, o dörd bucaqlı nə olacaq? Parallelogram, düzgün istəyirəm, trapesiya olacaq. İndi trapesiyanın sadəcə növlərini biz nəzərdən keçirək. Yəni, bu deyəcəyimiz hamısı trapesiyadır. Onların növlərinə baxaq. Birinci, trapesiya, bəli. Trapesiya bərabər yanlı ola bilər, yanlı ola bilər. İkinci, trapesiya, bəli. Trapesiya düzbucaqlı ola bilər. Bərabər yanlı və düzbucaqlı trapesiya. Biri isə ümumidir, onu daha biz əvvəlcədən deyirik. Bunun adı nədir? İxtiyar trapesiya. Bu ixtiyar trapesiyadır. Bu tərəf buna bərabər deyil, müxtəlifdir. Ona görə bu ixtiyarı nədir? Trapesiyadır. Təbii ki, dediyimiz hallara uyğun şəkli çəksək, məsəl üçün, bu bərabər yanlı trapesiyadır. Yan tərəfləri nə olacaq? Bərabər olacaq. Aydındır. Yəni, AB bərabərdir CD, BC paraleldir AD'dir. AD, bu trapesiya bərabər yanlıdır. Bərabər yanlıdır. Bərabər yanlı. Yanlı nə? Trapesiya. İndi, əgər yan tərəflərdən biri oturacaqlara perpendikulyar olsa, məsəl üçün, belə hala baxın, bax, bu şəklə baxın. A, B, C, D. Bu şəkil üçün yenə də BC paraleldir AD. AB həm BC-yə perpendikulyar, həm də AB AD-yə perpendikulyar olsa, bu trapesiya nədir? Düzbucaqlı nədir? Trapesiyadır. Düzbucaqlı trapesiyadır. Yəni, yan tərəflərdən biri oturacaqlara perpendikulyarsa, bu trapesiya nədir? Düzbucaqlı trapesiyadır. Yan tərəflər bərabərdirsə, bu trapesiyaya bərabər yanlı nə deyilir? Trapesiya deyilir. Trapesiyanın bəzi tərifləri, sadəcə bunları yadda saxlayın, hamı bilməlidir. Trapesiyada paralel tərəflərə nə deyirlər? Oturacaqlar, nə? Oturacaqlar paralel olmayan tərəflərə isə nə deyilir? Yan tərəflər deyilir. Nə? Yan tərəflər deyilir. Növbəti tərif.
Bəs görək trapesiyanın hündürüyü nə deyilir? Kimsə cavab verə bilərmi? Hündürlük necə başa düşdün? Deyir. Oturacağa perpendikulyar çəkilmiş xətt hündürlükdür. Bəli, oturacağa yox, elə oturacaqlara hər ikisinə. Bəli, trapesiyada oturacaqlara perpendikulyar olan parçaya nə deyilir? Onun hündürlüyü deyilir. Onun hündürlüyü deyilir. Və şəkil çəksək, fərz edək ki, bu hər hansı trapesiyadır. Adlandıram yenə A, B, C, D. Burada bir H yazıram. Onda belə çıxır ki, buradan BH nədir? Hündürlüydür. Nə? Hündürlüydür. Yəni, BH həm BC oturacağına perpendikulyardır, həm də BH AD aydındır, oturacağına nədir? Perpendikulyardır. Bu aydındır, hamı aydındır. Yaxşı. İndi bəzi xassələr verək. Xassə 1. Bərabəryanlı trapesiyada hansı hadisələr baş verir? Gəlin baxaq. A, B, C, D. Bərabəryanlı trapesiyada yan tərəflər nədir? Bir-birinə bərabərdir. Yan tərəflər bir-birinə nədir? Bərabərdir. Xassə 2. Burada bucaq A bərabərdir bucaq D-yə. Bax, bu bucaq buna bərabərdir. Və bucaq B bərabərdir bucaq nəyə? C-yə. Parallelogram sinifində istənilən tərəfə bitişik iki bucağın cəmi 180 idi. Amma trapesiyada istənilən trapesiya üçün yan tərəfə bitişiklərin cəmi 180-dır. Nə? Yan tərəfə. Yəni, bucaq A-la bucaq B-nin cəmi nəyə bərabər olar? 180-da və bucaq C-lə də bucaq D-nin cəmi nəyə bərabər olar? 180-da. Yəni, yan tərəfə bitişik iki bucağın cəmi 180 olacaq. Biz burada deyə bilmərik ki, məsəlçinləri A-la D-nin cəmi 180 olacaq və B ilə C-nin cəmi nə olacaq? 180. Onu deyə bilmərik. Əgər o da baş verərsə, trapesiya dönüb nə olacaqdır? Parallelogram olar. Aydındır. Bax, trapesiyanın belə bir diqqətə layiq bir xassəsi var. Xassə, məsəlçin 3 dedik. Xassə 4, baxın, xassə 4. Fikir verək, bu trapesiyadır. Adlandıram A, B, C, D. Əvvəl, trapesiyanın yan tərəflərinin orta nöqtələrini birləşdirsək, bu şəklə görə MN nə olacaq? Orta xəttdə olacaq. BC üstə gəlsin, AD bölünsün 2. Bəli. MN nə olacaq? Orta xətt. Əvvəla, orta xəttin tərifin verək. Tərif. Orta xətt nəyə deyilir? Qarşı tərəfi yarıya bölür. Yan tərəflərin orta nöqtələrini birləşdirən parçaya trapesiyanın orta xətti deyilir. Orta xətti deyilir. Hamı aydındır? M nöqtəsi AB yan tərəfinin, N nöqtəsi CD yan tərəfinin orta nöqtələridir. Onları birləşdirən parça trapesiyanın nəyidir? Orta xəttidir. Orta xətt haqqında teorem. Orta xətt haqqında teorem. Kim deyər bunu? Mən BC üstə gəl AD bölü 2 bərabərdir M-inə. Yox, hələ sözlə də, yazı ilə. Mən oturacaqların cəminin yarısı orta xəttə bərabərdir. Orta xətti
oturacaqlara paraleldir. Nə? Oturacaqlara paralel olub, vecud uzunluğu oturacaqların uzunluqları cəminin yarısına bərabərdir. Bəli, yoldaşınız düz dedi, həm də ədədin ortasıdır. Belə də deyə bilərik. Aydındır. Onda həmin faktı yazaq. ABCD trapesiya, BC və AD oturacaqlar, AB və CD yan tərəflər, MN isə orta xətt olarsa, hansı qaydalar ödəniləcək kimdir? Birinci, MN paralel olmalıdır BC-yə və AD-yə. Paralel olmalıdır AD-yə və ikinci, MN-in uzunluğu bərabər olacaq BC ilə AD-nin uzunluğunun nəyinə? Yarısına. Bax, bu iki qayda trapesiyanın orta xətti içində ödəniləcək. Mən burada yazıram, hər iki faktın isbatı özümüzə tapşırılır. Aydındır. Nə? İ-Ö-T isbatı özümüzə tapşırılır. Yəni, bunları siz artıq, məsələn, C nöqtəsindən AB-yə paralel çəkib, deməli, üçbucağın orta xətti və falis bölümü bunlarla əlaqələndirib özünüz yaza bilərsiniz rahatlıqla. Aydındır. Trapesiyanın orta xətti üçün, yəni bu qayda ödənildir. Trapesiyanın maraqlı bir xassəsi var, onda xassə 5 deyək. Mən burada xassə 4 yazmışam, xassə 4-ün tərkibində həm tərif verdi, həm də bu xassəni, bunları dedik biz. Xassə 5, söhbət istənilən trapesiyadan gedir. Trapesiyanın, baxın, trapesiyanın orta xəttini çəksən, A, B, C, D, bu da MN orta xətti, aydındır. Bu şəklə görə, əgər mən bunun hündürlüyünü də çəksəm, bura, məsəl üçün, bir H nöqtəsi, burada bir K yazsam, bax, burada belə bir asıllıq alınacaq. Deməli, əgərləri MN orta xətdirsə, orta xətt və BH hündürlük isə, deməli, BH həm perpendikulardır MN-ə, BH perpendikulardır AD-yə və hətta bilirik ki, BH perpendikulardır BC-yə. Bunları bildik. Bundan əlavə BK bərabər olacaq KH-a. Nə? BK bərabər olacaq, buna dalğalı xətt deyirəm. Yəni, bu deməkdir ki, sözlə ifadə eləsək, BH hündürlüyü, belə yazaq da, MN orta xətti, dəyişdik, orta xətti, BH hündürlüyünü nedir? Yarı bölür. Bu nəyə əsasən oldu belə? Kimliyə? Bu nəyə görə əsasən oldu? Fales teoremi.
bu üç bucağı nəzərdən keçirsək, bura bu bucağın tərəflərini kəsib paralel xəttə birinin üzərində bərabər parça ayırırsa, o birinin üzərində bərabər parçalar ayrılacaq. Bax, belə bir maraqlı, aydındır bir xassədir. Artıq siz Pifagor teoriyini bilirsiniz, tövsiyə edirəm sizə, bu düsturu ispat etmək. Baxın, ola bilsin Pifagor teoremində bir dəfə demişəm sizə, ispat eləmişsə lap yaxşı, baxın, diqqətiniz məndə olsun, bax, eləmişsiniz deyəsən kimsə. A, B, C, D trapeziyasıdır. Bu tərəfin yan tərəfi C, bura Y, buranın uzunluğun B, buranın uzunluğun A götürsək, trapeziyanın diagonalların D1, D2 yazsam, bu düstur doğrudur. Aydındır. D1'in kvadratı, üstəcə D2'nin kvadratı bərabərdir. C'nin kvadratı plus Y kvadratı üstəcəlinsin 2A-dır. Xüsusi halda D1 bərabərdir D2, C bərabərdir Y. Yəni trapeziya bərabər yanlı olarsa, onda bəli, D1 D2 bərabərdir, buna da laf biz bir D deyərik, aydındır. Onda D'nin kvadratı bərabərdir, C kvadratı üstəcəl AB doğru olacaq. Doğru, aydındır. Bir də təzdən tövsiyə edirəm ki, bunu da isbatın özünüzə tapşırıram. Bir vaxt Pifagor teoremində isbat etmişsinizsə və yenidən bir də bunu isbat edərsiniz. Dərsimiz bu qədər, sağ olun, ev tapşırığı kitabdan nömrələrlə daxil olunacaq veriləcək. Aydındır. Birinci dərsimiz belə, bu qədər. Sağ olun.